Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Zəngəzurdan təcili xəbər. Qüvvələr hərəkətə keçdi. Müharibə anonsu. Artıq Qarabağ, Paşinyan son nöqtəni qoydu. Putinə görə Türkiyəyə müraciət edildi. Naxçıvana dəmir yolu üçün Azərbaycanla texniki iqtisadi əsaslandırma aparırıq. Telegraf xəbər verir ki, bunu Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos deyib. İrandakı müharibə vəziyyəti səbəbindən cənub ticarət yolları artıq mövcud deyil. Buna görə də ən yaxşı seçim orta dəhlizdir. Biz də iştirak edirik. Bəli, Tramp da iştirak edir. Ermənistan ərazisindən keçən 42 kilometrlik dəhliz layihəsi var. Azərbaycanla işləyirik. Naxçıvana dəmir yolu üçün texniki iqtisadi əsaslandırma aparırıq. Həmçinin Türkiyə ilə əlaqəni yaxşılaşdırmaq üçün danışıqlar gedir. Bu gündəm nəqliyyatdan daha çox vacibdir. Bura enerji və rəqəmsal infrastruktur da daxildir. Enerji xüsusilə vacibdir, çünki hazırda ciddi risklərlə üzləşirik, o vurğulayıb. Bundan əlavə Avropa İttifaqının Xarici İşlər Nazirləri bugün Ermənistanda yeni mülki missiyanın fəaliyyətə başlamasına icazə veriblər. Bu barədə Azatutyun məlumat yayıb. Bildirilib ki, missiya İrəvana seçki prosesinə qarşı xarici manipulyasiyalar, kiberhücumlar və qanunsuz siyasi maliyyələşmə kimi hibrid təhdidlərlə mübarizədə kömək edəcək. Məlumata görə missiya yaxın aylarda fəaliyyətə başlayacaq, 2 illik mandata malik olacaq və Ermənistan Respublikasında Avropa İttifaqı tərəfdaşlıq missiyası adlandırılacaq. Qərara əsasən Ermənistan Respublikası Avropa İttifaqı tərəfdaşlıq missiyası Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində yerləşdirdiyi AİM missiyasını əvəz edəcək. AİM missiyasının 4 illik mandatı 2027-ci ilin əvvəlində başa çatır. Yeni missiyanın əsasən paytaxtda Ermənistan hakimiyyəti ilə sıx əməkdaşlıq edəcək 20-30 nümayəndədən ibarət olması gözlənilir. Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-sində keçiriləcək. Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamaları, xüsusilə də Qarabağ məsələsi bağlanıb, bunu davam etdirməməliyi haqda dedikləri rəsmi İrəvanın sülh gündəliyinə uyğun mövqeyinin açıq şəkildə elan edilməsi idi. Erməni cəmiyyətinə xitab edən Paşinyanın çatdırmaq istədiyi əsas mesaj belə idi. Sülh və müharibə arasında seçim qarşısındadırlar və burada əsas qırmızı xətt Qarabağ məsələsidir. Erməni baş nazir bəyan edib ki, Qarabağ hərəkatı rəsmi şəkildə və xalq tərəfindən dayandırılıb. Bunun məntiqi davamı olaraq Ermənistan konstitusiyasında da ərazi iddiaları aradan qaldırılmalıdır. Yeni konstitusiyada müstəqillik bəyannaməsinə istinad olmamalıdır. Son illərdə Qarabağ hərəkatının davam etməməsinin vacibliyindən danışıram. Əgər Qarabağ hərəkatını davam etdirsək, bu Azərbaycanla münaqişəni yenidən başlatmağımız deməkdir. Əgər münaqişəni yenidən başlatsaq, artıq sülh mümkün olmayacaq, deyə o bildirib. Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, Paşinyan haqlıdır. Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi paraflandıqdan sonra xalqlar arasında etimad mühitinin yaradılması, ticarət əlaqələrinin qurulması istiqamətində praktiki addımlar atılır. Eyni zamanda Bakı və İrəvan bir çox məsələni birbaşa təmasla müzakirə edir. Bu, Cənubi Qafqaza 10 illiklər sonra sülhün gəldiyini əks etdirən mənzərədir. Lakin bunun məntiqi sonluğa çatdırmaq, yekun sülh sazişini imzalamaq üçün yeganə maneə aradan qaldırılmalıdır. Ermənistanın mövcud konstitusiyası dəyişdirilməli, yaxud yenisi qəbul olunmalıdır. Ermənistanın 1995-ci ildə qəbul edilən konstitusiyasında qeyd olunur ki, dövlətin vəzifəsi 1990-cı ildə qəbul edilən müstəqillik bəyannaməsinin tələblərini yerinə yetirməkdir. 12 bənddən ibarət olan müstəqillik bəyannaməsi Azərbaycanla sülhü mümkünsüz edir. Çünki bəyannamədə Dağlıq Qarabağ Şurasının 1989-cu ildə qəbul etdiyi qondarma birləşmə və Miatsum qərarı yerinə yetirilməlidir. Tələbi əks olunur. Rəsmi Bakı haqlı olaraq yekun sülh sazişinin imzalanması üçün Azərbaycana qarşı ərazi iddialarının konstitusiyadan çıxarılması tələbini irəli sürüb. Rəsmi İrəvan da anlayır ki, Qarabağ məsələsindən imtina etmədən və ərazi iddialarının yer aldığı mövcud konstitusiyadan imtina etmədən real sülhü əldə etmək mümkün olmayacaq. Paşinyan ermənilərə bunu izah edir və Ermənistan vətəndaşlarına seçim təqdim edir. Seçim bizimdir.
sülh yoxsa münaqişə və fəlakətli dövrə qayıtmaq. Paşinyan izah edir ki, Qarabağ hərəkatı müstəqilliyin ilk günlərindən dövlətin qurulmasına mane olmaq və ölkənin təhlükəsizliyinə zərbə vurmaq üçün istifadə olunub. Bu gün də Qarabağ hərəkatını yenidən bərpa etmək istəyən var və 7 iyun parlament seçkiləri bu məsələdə həlledici məqamdır. Üçbaşlı partiyanın seçkilərdə qələbəsi hərəkatın bərpası deməkdir. Biz isə real Ermənistan ideologiyasına dayanırıq. Bu, Ermənistanın təhlükəsizliyinin təmin edilməsinin yeganə yoludur deyən Paşinyan, erməni xalqının qarşıdan gələn seçkilərdə iki yoldan birini, ya sülh, ya müharibəni seçəcəklərini vurğulayır. O qeyd edib ki, Ermənistan vətəndaşları suveren dövlətin maraqlarına, təhlükəsizlik, rifah və sülhə diqqət yetirdikdə seçimlərini edəcəklər. 7 iyun parlament seçkiləri həm Ermənistanın gələcəyi, həm də regionda sülh perspektivləri üçün həlledici məqam olacaq. Bir tərəfdə sülh proqramından çıxış edən Paşinyan hakimiyyəti, digər tərəfdə isə müharibə çağırışları ilə seçkiyə gedən revanşistlər var. Revanşist qüvvələrin tərkibinə nəzər yetirdikdə birdən çox dəstənin birləşdiyi antisülh koalisiyasının olduğunu görmək olar. Keçmiş prezident Robert Köçəryanın Ermənistan, erməni əsilli Rusiyalı milyarder Samvel Karapetyanın güclü Ermənistan, Serj Sarkisyanın Respublika partiyaları və onların ətrafında birləşən qüvvələr. İkinci Qraqoryen və dəstəsinin rəhbərlik etdiyi kilsə, xarici ölkələrdə fəaliyyət göstərən erməni diasporu lobbisi. Bu qüvvələrə siyasi investisiya qoyaraq sülhü pozmağa çalışan regional qüvvələr. Antisülh koalisiyasının seçkilərdə qalib gəlməsi regional təhlükəsizliyi təhdid edir. Birincisi, revanşistlər qalib gələcəkləri təqdirdə Azərbaycan və Ermənistan arasında paraflanan sülh sazişi layihəsini yenidən nəzərdən keçirəcəklərini bəyan ediblər. Onların seçki kampaniyası da əsasən Qarabağ iddiaları üzərində qurulub. İkincisi, bu qüvvələr hakimiyyətə gəlsələr, Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Ermənistanın mövcud konstitusiyasının dəyişdirilməsindən imtina edəcəklər. Revanşistlərin qələbəsi Bakı-İrəvan xəttində əldə olunan sülh gündəliyinin arxa plana keçməsi, keçmiş Qarabağ münaqişəsini yenidən diriltmək cəhdlərinin aktivləşməsi deməkdir ki, bu da regionda eskalasiya riskləri yaradır. Paşinyan hakimiyyətinin qələbəsi isə əldə olunan sülh gündəliyinin davam etdirilməsi və məntiqi sonluğa çatdırılması deməkdir ki, bu da təkcə Ermənistanın yox, bütövlükdə regionun gələcəyi baxımından vacibdir. Paşinyan erməni cəmiyyətinə məhz bunları izah edir. Ukrayna prezidenti Vladimir Zelenski Moskva və Minsk istisna olmaqla Rusiyalı həmkarı Vladimir Putinlə istənilən ölkədə görüşə hazırdır. Telegraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukrayna Xarici İşlər naziri Andrey Sibika bildirib. Prezident Zelenski ilə Putin arasında diplomatik münasibətlərdə yeni dinamika əldə etmək üçün görüşün keçirilməsi fikrini dəstəkləyirik. Bu barədə Türkiyə və bəzi digər paytaxtlardan soruşmuşuq. Xüsusilə Türkiyəyə müraciət etmişik. Moskva və Belarusdan başqa bir paytaxt belə bir görüş təşkil edərsə, gedəcəyik. Bu bizim üçün vacibdir, o qeyd edib.